Reala baxırsınız. Biz sizə Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindən xəbər veririk. Dünən axşam saatlarında elə verdiyimiz məlumata əsasən Fövqəladə Hallar Nazirliyinə 4 nəfərin dənizdə batması ilə bağlı məlumat daxil olunub. Elə Nazirliyin sularda kiçik həcmli gəmilərə nəzarət və xilasetmə xidmətinin əməkdaşları dərhal operativ şəkildə hadisə bölgəsinə cəlb olunub və nəticədə bir ailənin 4 üzvün batdığı hadisədə 2 nəfər xilas olunub. Bir nəfərin isə təəssüf olsun ki, cansız bədəni ailəsinə və aidiyyəti qurumlara təhvil verilib. Hazırda isə dünən axşam saatlarından bəri həmin ərazidə, yəni hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən axtarış prosesi davam etdirilir. Belə ki, ailənin digər üzvünün hələ də axtarışları davam etdirilir. Lakin hazırda hava küləklidir. Bu səbəbdən də Fövqəladə Hallar Nazirliyinin xüsusi qurğuları dənizdə axtarışlara eləyə bilmirlər. Çünki bu kifayət qədər təhlükəlidir. Lakin buna baxmayaraq dalğıcılar tərəfindən vizual axtarışlar davam etdirilir. Həmçinin də bütün sahil boyunca Nazirliyin maşınları tərəfindən də axtarışlar davam etdirilir gün ərzində. Bu haqda ətraflı məlumatı isə istərdim bizə Nazirliyin əməkdaşı Fərid İlhamoğlu versin. Salam Fərid müəllim, hər vaxtınız xeyir olsun. Dünəndən bəri ərazidə, hadisə yerində əməkdaşlar tərəfindən axtarışlar davam etdirilir və hansı vəziyyətdə hazırda? Buyurun. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Xəzər rayonu Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralıda nəzarətsiz ərazidə 4 nəfərin suda batması ilə bağlı məlumat daxil olmuşdur. Məlumat alındıqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc xilas ediciləri axtarış əməliyyatlarına cəlb edilmişdir. Aparılan operativ xilas etmə əməliyyatı nəticəsində 2 nəfər boğulma təhlükəsindən xilas edilmişdir. Bir nəfərin cansız bədəni sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Suda batması ehtimal olunan bir nəfərin axtarışları isə tərəfimizdən davam etdirilir. Axtarışların nəticəsi barədə əlavə məlumat ictimaiyyətə çatdırılacaq və qeyd etmək istəyərdim ki, bir daha vətəndaşlarımıza müraciət edərək küləkli hava şəraitində dalğalı dənizdə, xüsusən də qeyri-çimərlik ərazilərinə vətəndaşların gəlməsi insanların həyat və sağlamlığı üçün təhlükəlidir. Çox sağ olun Fərid müəllim. Qeyd edim ki, təkrar xatırladım ki, biz Mərdəkan qəsəbəsi ərazisindən sizə xəbər veririk. Dünən axşam saatlarında həmin burada 4 nəfərin batması hadisəsi qeydə alınıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və aparılan operativ işlər nəticəsində ailənin 2 üzvü xilas edilib. Bir nəfərin isə cansız bədəni aidiyyəti qurumlara təhvil verilib. Hazırda isə ailənin 4-cü üzvünün axtarışları dünən axşam saatlarından bəri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilir. Qeyd edim ki, göründüyü kimi hava küləklidir və dənizdə dalğa var. Bu səbəbdən də əməkdaşlar xüsusi qurğularını dənizə sala bilmirlər. Ona görə də işlərini vizual olaraq yerinə yetirirlər. Yəni dalğıclar vizual olaraq axtarışlarını davam etdirirlər. Təkcə dalğıclar yox, həmçinin Nazirliyin digər əməkdaşları da ərazidə xüsusi maşınlarla axtarışları davam etdirirlər. Qeyd edim ki, həmin bu ərazi qeyri-çimərlik ərazisidir. Bu isə o deməkdir ki, yəni sakinlərin bura gəlməsi, üzməsi, dənizə keçməsi qadağandır. Bu səbəbdən də biz yenidən vətəndaşlara xatırladırıq və təhlükəsizlik qaydalarına riayət etməyi, qeyri-çimərlik ərazilərindən kənar durmağı, həmçinin də küləkli havalarda çimərliklərə yaxınlaşmamağı, getməməyi xatırladırıq.